Qoçlar, tərəzilər, xərçənglər və oğlaqlar 10 yanvar tarixində, yəni həftənin 6-cı günündə gökyüzündə Ayla Venera arasında 90 dərəcəlik kare açı aktiv olduğu üçün bugün sevgi münasibətinizdə duyğusal ehtiyaclarınızla münasibətinizin gerçəklikləri arasında uyğunsuzluq ola bilər. Diqqətli olmağa çalışın. Sevdiyiniz insanla gözlədiyiniz kimi sevgi almadığınızı düşünə bilərsiniz. Flört münasibətlərində məsafə və ya mesajlaşmalarda geç cavab vermələr bugün can sıxıcı ola bilər. Dəyər görmədiyinizi düşünə bilərsiniz. Eyni zamanda karyera və iş həyatınızda müdirlərinizlə olan ünsiyyətdə biraz məsafə hissi yarana bilər. Amma müdirlərinizlə olan ünsiyyət zamanı məsafəni siz sayğısızlıq kimi görməməyə diqqət edin. Və bir tərəfdən də bugünə qədər həyata keçirdiyiniz işlərin təqdir edilmədiyini düşünə bilərsiniz. Amma işinizin təqdir edilməyini gözləmək yerinə işinizi daha diqqətli etməyə özen göstərin. Eyni zamanda lüks maliyyə xərcləmələri edə bilərsiniz. Gözəllik və geyimə daha çox maliyyə xərcləmələri bugün edə bilərsiniz. Diqqətli olmağa çalışın. Xərclədiyiniz pulun qarşılığını ala bilmədiyinizi hiss edə bilərsiniz. Ortaq maliyyə mövzularında bugün tələskən qərarlar verməməyə diqqət və özen göstərin.